Hər vaxtınız xeyirli olsun dəyərli dinləyicilər. Siz Sağlam Radio 93 FM dalğasında mən Paşa Abdullanın təqdimatında biznesin nəbzi verilişini dinləyirsiniz. Bu gün də çox maraqlı bir qonağım var. Elə vaxt itirmədən istəyirəm qonağımı təqdim edim. Tək qonağımı yox, gördükləri işləri və xidmət sahəsi hansıdır, hamısından sizi agah edəcəm. Odur ki, diqqətli olun. Bu gün studiyamızın qonağı Ottobagno mağazalar şəbəkəsinin direktoru Samir Məmmədovdur. Ottobagno Rusiyadan və Türkiyədən gətirilən hamam aksesuarları, moydadırlar, kafel, metlaq, bir sözlə santexnika məhsullarının satışı ilə məşğul olan müasir və etibarlı mağazalar şəbəkəsidir. Şirkət həm topdan, həm də pərakəndə satış həyata keçirərək müştərilərə keyfiyyətli və geniş seçim imkanı təqdim edir. Qeyd edək ki, Ottobagno mağazalarından biri bizim eləməz baş sponsorumuz olan Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərir və digər belə deyək filiallar haqqında da elə Samir bəyin özü məlumat verəcək. Xoş gördük. Buyurun Samir bəy, siz də salamlayın dinləyicilərimizi. Salam, mən də tamaşaçıları salamlayıram, dinləyicilərimizi salamlayıram. Bəli, biz müəyyən illərdir ki, bu işlə məşğuluq. Düzgün qeyd elədiniz. Həm pərakəndə satışla, həm topdan satışla məşğuluq Azərbaycanda. Dərnəgüldə Dərnəgüldə Ziya Bünyadov prospektində bir mağazinimiz var. Sonra Sədrət Ticarət Mərkəzində bir mağazinimiz var. Bir də sizin qeyd elədiyiniz kimi əsas böyük mağazinimiz Abşeron Ticarət Mərkəzindədir. Bəli. Deməli, mallarımıza gəldikdə, mallarımız, onu da düz qeyd elədiniz, qonşu qardaş ölkə Türkiyədən ixal edirik, bir də Rusiyadan ixal edirik. Daha ətraflı mən suallar verəcəm, biz söhbət edəcəyik və demək istərdim elə ilk sualı ünvanlayım. Mənə maraqlıdır, çünki verilişimizin formatı belədir. Ottobagno mağazalar şəbəkəsinin yaranma ideyası necə formalaşdı? Nə vaxtdan bəri fəaliyyət göstərir? Harda başlamısınız? Bəzən olur da kiçik formada fəaliyyətə başlayıb, bax bu qədər sizin kimi maşallah olsun genişləndirirlər işləri. Deməli, elə biz bu Ziya Bünyadov prospektində Dərnəgül adlanan ərazidə ilk işə başladıq. Öncə biz Türkiyədə Turavit firma var, onunla da çalışırdıq. Sonra bu forumlarda iştirak zamanı bu Ottobagno Türkiyədə əsas şəhərdə yerləşir. Orada bizim bir tanışlığımız oldu. Elə razılaşdıq ki, yeni adla bir 5 ildir. 5 ildir ki, bu adı altında. Bəli. Ondan öncə biz Turavitlə çalışmışıq. Turavitlə əməkdaşlığımız olubdu. Rusiyada digər zavodlarla əməkdaşlığımız olubdu. Yəni rəsmi dillər kimi fəaliyyət göstərirsiniz. Hal-hazırda Ottobagno'nun Azərbaycanda rəsmi dilləri kimi fəaliyyət göstəririk. Çalışırıq ki, yəni müştərilərimizə daha belə kalitəli mal, daha keyfiyyətli, daha dəqiq həm məlumat verək, həm də daha gözəl, yəni keyfiyyətli mal, yəni təqdim edək müştərilərimizə. Bunu doğru vurğuladınız. Mən bəyəndim o məqamı. Nəyə görə? Bazarda en qədər belə deyək, rəqiblər də var, fəaliyyət göstərənlər də var. Allah hər kəsin ruzisini versin, amma bəzən çox təəssüflər olsun ki, keyfiyyəti aşağı olan malı daha keyfiyyətli şəkildə təqdim eləyirlər. Burada bilavasitə mən deyərdim elə bu sosial şəbəkələrin də rolu böyükdür. İnsanlar bəzir, düzüyür, belə deyək, elə formada çıxardır ortalığa. İnsanlar da, yəni hər kəs maariflənməlidir deyə bilmərik də. Yəni bu hər kəs axı niyə görə santexnika sahəsində maarifi olmalıdır, maariflənməlidir. Bu düzgün bir şey deyil. Ona görə vətəndaşları bir çox hallarda aldadanlar da olur, əfsuslar olsun. Ona görə dəyərli dinləyicilər, məsləhətim odur ki, eləməz santexnika malları, keyfiyyətli mallar əldə etmək istəyirsinizsə, yaxınlaşın Abşeron Ticarət Mərkəzi başda olmaqda digər filialları da qeyd etdi. Ottobagno mağazalar şəbəkələrinə oradan istədiyiniz, belə deyək də, sanitar qovşaqlarına aid istənilən məhsulu tapa bilərsiniz. Bütün santexnika məhsullarını əldə edə bilərsiniz və bu Türkiyə və Rusiyada gətirilən məhsulların üstünlükləri nələrdir? İstəyərdim bir qədər onları elə işıqlandıraq ki, dinləyicilərimiz elə maariflənmiş olsun bu haqqda. Deməli, mən fürsətdən istifadə edib Sağlam Radionun rəhbərinə təşəkkürümü bildirmək istəyirəm. Siz sağ olun, var olun. Abşeron Ticarət Mərkəzinin rəhbərinə təşəkkürümü bildirmək istəyirəm. Bir də ki, saatlarla danışmaq olar. Doğrudan bəzən elə olur ki,
belə deyək də, müştəriyə doğru mal çatdırmaq üçün, doğru məlumat vermək üçün, yəni mən özüm dəfələrlə əziyyət çəkirəm, belə deyim də, satıcılardan da əlavə. Yəni özüm istəyirəm ki, siz vurguladınız ki, necə eləmək olar hamıya santexnika haqqında məlumat vermək, amma inanın ki, mən yorulmuram. Bəzən müştərilər gəlir, bunu mağazinimizdən fərqi yoxdur. Yəni alış-veriş elədiklərində və yaxud da ki, eləmədiklərində, amma təbəssümlə, yəni öz razılıqlarını bildirirlər ki, üzr istəyirəm, öz razılıqlarını bildirirlər ki, yəni biz inanmazdıq da bu qədər məlumat. Yəni bizim fikrimiz nədir? Bizim işimiz budur. Biz bu peşəni seçmişik. Yəni biz çalışırıq ki, doğrudan hər şey dəqiq olsun. Hər şey, yəni müştəri puluna görə, yəni aldığı malın keyfiyyətini dəqiq bilsin də. Yəni bu yöndə də doğrudan Abşeron Ticarət Mərkəzində yəni da belə deyim də, Qafqazın ən böyük bazarı da, ən böyük ticarət mərkəzi də, yəni çox gözəl şərait yaradılıbdır. Bəli. Bax, imkanlar, bu bəlkə də biraz haşiyə kənara çıxım. Yəni müştərilərin hamısı nəzərə alınıbdır. Avtobus dayanacaqları filan, bunlar hamısı yəni reklam olunur. Mən sadəcə olaraq yəni müştərilərə fikrimin necə siz real olaraq orada görürsüz, onu bildirirsiniz. Həm elə səmimi deyirəm, həm mən onu tamaşaçı kimi nəzərə, müştəri kimi elə, həm də yəni orada işləyən bir adam kimi, yəni ki, doğru qeyd eləmək lazımdır ki, digər satış mərkəzləri var ki, orada belə hallar, yəni çox neqativ hallarla ya sahibkarları düşünmürlər və yaxud da elə olur ki, əksinə alıcıları bir o qədər nəzərə almırlar. Bəli, yox. Çox sağ olsunlar. Yəni mənim çox ürəyimcədir. Mən düşünürəm ki, oranı ziyarət eləmiş, yəni alış-verişə gəlmiş bütün insanların hamısının ürəyincədir. Orada şərait, yəni müştərilərin içəridə əyləşməsinə kimi, rahatlıqla, yəni bir mal seçməyinə kimi hər şey dəqiq, yəni hesablanıbdır. Belə sonra indi hal-hazırda müəyyən bu son bir 5-6 il ərzində daha çox müştərilər yəqin bu iqtisadi zəifçiliklə bağlıdır. Bu müştərilər daha çox Çin, İran mallarına üstünlük verirlər, yəni hal-hazırda. Ancaq yəni Rusun, Türkün biz əvvəldən işlədiyimizdən elə işimizi axıra kimi də yəni keyfiyyətli mallarla davam etdirmək istəyirik. Amma məsəl üçün bunun da üstünlüyü nədir? Biz səmimi deyəcəm, biz rahat örgəşmişik. Yəni biz örgəşməmişik ki, müştərilərimiz bizə narahatçılıq eləsinlər. Yəni getdiyimiz malların keyfiyyətinə görə bax sizin vasitənizlə mən çatdırıram ki, tamaşaçılara. Yəni doğrudan orijinal malın, keyfiyyətli malın bax rahatçılığı budur. Yəni müştərilər bizdən dost kimidir. Məsəl üçün biz 17-18 ildir fəaliyyət göstəririk. Bizim 18 il bundan öncəki müştərimiz gəlir bizə yaxınlaşır. Yəni bunun adama verdiyi belə deyim də xırda da olsa xoşbəxtçilik, yəni öz işinin bəhrəsi. Heç bir pulla ölçülmür. Bəli. Məsələn gəlirlər deyir, hə filan yerdən sizin malı almışdım, markanı biz topdan da payladığımıza görə, yəni bizim malı digər bir şəbəkələrdən alıblar, bəli. Amma bizim markada şəklini göstərir. Yəni baxırsınız, bax onda məlum olur ki, yəni ucuz, keyfiyyətsiz malla keyfiyyətli malın fərqi. Müştəri də o qədər razıdır ki, görün gəlir, onu belə o duyğunu sizlə bölüşmək istəyir ki, yəni bax sizin marka sizdən əldə elədiyim və yaxud da o dediyiniz kimi də topdan şəkildə sizin malları hansısa bir mağazadan əldə eləyiblər, amma görürlər ki, sizindir, yaxınlaşıb orada bunu sizə qeyd eləyib bildirirlər. Bunun özü elə bir reklamdır deyərdim. Ən gözəl reklamdır müştəri məmnuniyyəti mənə görə. Çünki müştəri gətirir və əlaqə nömrəmizi qeyd etmək istəyirəm. Dəyərli dinləyicilər, suallarınız varsa yazıb WhatsApp üzərindən göndərə bilərsiniz. 055 934 90 93 nömrəsi dəyişilməz olaraq xidmətinizdədir. Suallarınızı yazıb göndərə bilərsiniz. Mən isə hələ ki bir suallıq da olsa vaxtımız var, qısa fasiləyə qədər istərdim bir növbəti sualımı ünvanlayım Samir bəyə. Müştərilər ən çox hansı hamam aksesuarlarına üstünlük verirlər? Yəni o el dilində deyək də, bazar dilində xadavoy hansı məhsullarda ən çox hal-hazırda? Ən çox yəni hal-hazırda belə deyək də, hamam mebelləri də moydadır deyirlər. Hə, onlar dəb halına əslində biraz alıb. Son zamanlar ancaq moydadır ən çox tələb olunan. Yəni çünki əvvəllər daha çox çanaq olurdu istifadə bu. Bəli. Yəni çanaq, o sadə ayaqlı tülpanlar deyirlər də.
elə Rusiyadan gətirildi Bəli. yollarda əvvəllər biz. İndi ancaq bu müştərilər keçiblər ümumiyyətlə dolab sisteminə də belə o nəmişliyə, onların da üstünlüyü nədir? Məsəl üçün psixoloji onlarda rahatlıq yaradan bir səbəb var. Nəmişliyə davamlı mebellər var. Aha, bax bu barədə biz daha ətraflı elə o sualı verəcəydim, ora gəlib çıxırdı söhbət. Qısa fasilədən sonra bu söhbəti daha da geniş müzakirə edəcəyik. Dalğanı dəyişməyin, bura çox maraqlıdır. Bəli, dəyərli dinləyicilər, qısa fasilədən sonra biz yenidən bir aradayıq. Bir daha qonağımı qeyd edərək keçid edəcəm sponsorlarımız haqqında məlumata. Bugün studiyamızın qonağı Ottobagno mağazalar şəbəkəsinin direktoru Samir Məmmədovdur. Hələlik isə Samir bəy bir qədər gözlədəcəm, amma ona da xoş təsir bağışlayacaq. Çünki eləməz onların bir filialının yerləşdiyi baş sponsorumuz Abşeron Ticarət Mərkəzinin təqdimatından başlayacağam. Abşeron Ticarət Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən böyük ticarət kompleksidir. 300 hektar ərazidə yerləşən mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir. Burada tikinti, təmir, dekorasiya, elektrik, məişət texnikası və bağ-bağça sahələrinə aid minlərlə məhsul bir məkanda toplanıb. Kompleksə şəhərin müxtəlif istiqamətlərindən mütəmadi avtobus marşrutları işləyir. Ərazidə ayrıca avtovağzal fəaliyyət göstərir. Bu da həm alıcılar, həm də sahibkarlar üçün rahat gediş-gəliş imkanı yaradır. Abşeron Ticarət Mərkəzinin bütün obyektləri sığortalıdır və 24/7 fəaliyyət göstərən yanğından mühafizə və canlı mühafizə xidməti ilə qorunur. Kompleksin bütün perimetri kameralarla izlənir. Bir sözlə, təhlükəsizlik yüksək səviyyədə təmin olunur. Ziyarətçilərin rahatçılığı üçün geniş pulsuz parkinq zonası, ictimai yaşa və xidmət sahələri, həmçinin logistika və ambar infrastrukturu mövcuddur. Abşeron Ticarət Mərkəzi tikinti, təmir və dekorasiya sahəsində biznesin ən güvənli ünvanı, minlərlə sahibkar və alıcının gündəlik seçimidir. Ünvan Lökbatan, əlaqə Ulduz 6767. Digər baş sponsorumuz isə dəyişilməz olaraq VK brendidir. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, VK brendinin qapı pəncərə profilləri ilə yaxından tanış olmaq üçün isə nə edirsiniz? 3WVK saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. Əlaqə 050 208 05 26. VK hər zaman etibarlı, rəqib tanımır. Digər sponsorumuz isə Status Groupdur. Status Group 5 ildir layihələndirmədən təmirə açar təhvilinə qədər xidmətlər göstərir. Artıq Ağşəhər Yaşılada 2 ünvanında yerləşən Status Groupa üst tutmaqla A-dan Z-yə bütün inşaat məhsullarını birbaşa istehsalçıdan və ixalçıdan sərfəli qiymətlə əldə edə bilərsiniz. Status Group keyfiyyətli tikinti, doğru təchizatı önərir. Əlaqə 077 272 83 83. Bəli, biz isə qonağımla qaldığımız yerdən davam edirik. Bir daha qeyd edim, qonağım Ottobagno mağazalar şəbəkəsinin direktoru Samir Məmmədovdur. Elə əlaqə nömrəsini də yeri gəlmişkən səsləndirim. Qeyd edin, dəyərli dinləyicilər. Elə yolunuz düşsə də, düşməsə də, belə deyək, təmir işi aparırsınız, aparmırsınız, fərq etməz. Samir bəy bayaq çox qəşəng vurğuladı ki, deyir mən çox səbrlə izah eləyirəm, ətraflı məlumat verirəm, maarifləndirirəm. Əgər gələcək üçün bir planınız varsa ki, təmir edəcəksiniz, sizə santexnika, hamam aksesuarları, moydadırlar, istənilən belə deyək, kafel, metlaq, bunlar ehtiyac olacaqsa, elə zamanımızda zaten hamı bilir, o qədər vaxt sürətlə keçir ki, vaxt çatdırmaq olmur. Bax, elə indəndən planlayın. Bir əlaqə saxlayın. Ünvanlar da qeyd olundu. Elə başda Abşeron Ticarət Mərkəzi, Dərnəgüldə var və digəri hardaydı? Sədərək Ticarət və 3 istiqamətdə mağaza var. Yolunuz düşərkən bir yaxınlaşın, bir çaylarını için, bir maraqlanın onların belə deyək təqdim etdikləri məhsullardan. 055
633 22 53 nömrəsini qeyd edin. Bir daha təkrar edirəm, 055 633 22 53. Məsələ birbaşa Samir bəyin özünlə əlaqə saxlayacaqsınız. Nə sualınız varsa cavablandıracaq və bir daha bizim əlaqə nömrəmizi qeyd edim, 055 934 90 93. Dinləyicilərdən artıq gələn suallar var. Mən bir qədər sonra onları nəzər yetirib Samir bəyə ünvanlayacağam. Demək, Samir bəy, bu moydadırların belə deyək, orada qısa fasiləyə keçid etdik, suya davamlı olmağı falan bunlardan danışırdıq. Bəzən belə bir düşüncə var ki, yox, hamam otağındadsa mümkün deyil də, bu qalan deyil, uzağı 1 il, 2 il. Amma mən bilirəm ki, bu belə deyil. Bax, siz elə təqdim etdiyiniz məhsullar haqqında nə qədər davamlıdır, nə qədər dözümlüdür və yaxud da qarantiya verilirmi buna? Bax, o haqda bir zəhmət olmasa məlumat verərsiniz ki, zəmanətlidirmi məhsullar yoxsa yox? Buyurun. Anladım. Deməli, bu hamam mebeli, məsələn, müştərilər başa düşsün deyə, yəni bir neçə formada adını deyəcəm, fiberplast deyirlər, forest deyirlər, forex deyirlər adına. Bu, yəni incələdikdə plastik tullantılarının sıxlaşdırılması deməkdir. Yəni o foresti dəqiq bilirəm özüm. Bəli. O suya davamlıdır. Necə ki MDF taxta tullantılarının birləşməsidir. Bu da plastik tullantılarının belə birləşməsindən əmələ gəlir. Deməli, bu heç bir yəni nəmişlikdə, suda heç bir problemi yoxdur. Yəni cansız əşya demək olar da. Bunun da elə bayaq qeyd elədiyim kimi müştərilərin də diqqətini cəlb edən məqamlardan, əsas məqamlardan biri odur ki, yəni məsələn köhnə ilk illərdə bir 15 il bundan öncə məsələn biz bu dolabları Türkiyədən filan belə hazır gətirirdik. Orada MDF-dən olduğundan yəni mebel olan hissə müəyyən zaman keçdikdən sonra şişməyə başlayır. Yəni bunları çalışan müştərilərin başa düşəcəyi dillə deyim, tamaşaçılarımızın da yəni şişməyə başlayırdı. Məsəl üçün qısası yəni dolab zamanından tez işdən düşürdü. Yəni uzun illər biz də yəni bunun belə deyim də fikirləşirdik. Yəni hər zaman bir çözüm olduğu kimi bu işə də bir çözüm oldu. Təxminən bir 10 il, 12 il bundan qabaqdan bu material bizim ölkəmizə də gəldi, çıxdı. Bu dünyada bir Çində var bu material. Bir də İranda var bu material. Yəni bunun Türkiyədə bu plastik material istehsal olunmur. Türkiyədən bəli, Türkiyədən ancaq Türkiyədən gələn dolablar, yəni müştərilər üçün bu bilirəm ki, maraqlıdır. Türkiyə adı altında gələn yəni dolablar MDF-dir. Əgər plastikdirsə, yəni müştəriləri bəli, kobud desək bəli alladırlar. Yəni reallıqdır bu. Bəli. Nə qədər də kobud olsa reallıqdır bu. Bəli, məsələn biz Rusiyadan illərdir çalışdığımıza baxmayaraq Rusiyada da yoxdur. Rusiyada bəzən onlar bizim bu işlədiyimiz fabrikələrin, zavodların, yəni nümayəndələri gəlir. Onlar onu da qeyd etməliyəm ki, Azərbaycan bir çox ölkələrdən irəli gedibdir. Bu dolab istehsalında mı deyim, dolab, yəni bizim müştərilərimiz maşallah olsun ki, yəni biz indi Avropada müəyyən ölkələrdə oluruq, izləyirik. Yəni bizim müştərilərimizin tələb etdiyi, inkişaf eləmiş Avropa ölkələrində tələb eləmirlər. Onu mən çox sahibkarlardan eşitmişəm o sözü. Digər sahələr də var ki, elə bir müddət öncə bir qonağımız var idi bu soyutma sistemləri ilə bağlı. Deyir, inanın mənə bir çox ölkələrdə oluruq. Onlar deyir, belə baxır belə ki, necə bu hardan gətirsirsiniz? Deyirəm ki, yerli istehsaldır. Yəni bu bütün bu bildiyiniz ambarda soyuducu sistemləri falan deyir, belə baxırlar ki, biz sizdən deyir 50 il geridəyik. Yəni bizdə yoxdur. Və sözünüzə qüvvət, bu misalı da çəkdim. Maraqlı suallar var dinləyicilərdən. Deməli istərdim bir neçəsini səsləndirim. 7394 nömrəli abunəçi birbaşa yazıb soruşur ki, endirim kampaniyaları nə vaxt keçirilir? Olur ümumiyyətlə endirim kampaniyalarınız? Bu haqqda bir məlumat verin. Bəli, biz bunu yanvar ayı üzrə biz hardasa yəqin ki fevralın ilk həftəsinə kimi davam edəcəkdir bu. Biz digər bir telekanalda da bunu qeyd eləmişdik.
ustamız verilişində də qeyd Bəli, bizim eləmişdik. Akşin Kazımoğlu'nun aparıcı olduğu elə bizim də layihə rəhbərimizdir Fortuna Medianın. Salamlayırıq Onu da buradan. təşəkkürümüzü bildiririk, salamlayırıq. Biz orada qeyd eləmişdik 30% yanvara, yəni tamaşaçı il əvvəli olduğuna görə səmimi etiraf eləyəcəm. Biraz ümumiyyətlə bu alış-verişdə durğunluq olduğundan dedik belə bir kampaniya keçirdək. Həm ziyarət, həm ticarət, həm müştərilərimizi sevindirək, həm də biraz yəni işimiz olsun, bir balaca necə deyim, daha da müəyyən tanımayan kütlələr arasında yəni qoy tanınmağımızın da faizini artıraq da belə yəni Bəli. bir cümlə qurmaq istəyərdim. Deməli inşallah ki fevralın ilk həftəsinə kimi bizim bu davam eləyəcək endirim kampaniyamız. Ona görə dəyərli dinləyicilər, bir daha əlaqə nömrəsini qeyd edim. 055 633 22 53 elə tam zamanıdır, durğunluqdur il öncəsində. İstənilən sahədə bu ilin əvvəlində özünü biruzə verir və bu fürsətdən yararlanın. Neçə ki bu durğunluqdur, bu endirim var Ottobagno mağazalar şəbəkəsində. Buyurun müraciət edin, endirimlərdən faydalanın. Digər dinləyici görək nə yazıb. Aha, demək 4821 nömrəli abunəçi yazıb soruşur ki, məhsulların yerində quraşdırılması xidmətiniz varmı? Bu yəqin ki, hamam aksesuarlarına aid olar da, bu moydadır filan. Eynən. Çünki kafel metlaq olsa bu artıq təmir işidir. O da var. Bəli. Aha. Sizin o da sizin yəni radioya belə deyim də jest olsun deyə biz də sizin yəni adınızdan gələnlərə, bütün müştərilərin hamısına bəli, satdığımız məhsulları, dolablar, simistellər, bunların hamısının quraşdırmasını da təşkil edə bilərik. Gedim birinci evdən özüm zəng edeyim. Baş üstə. Zarafatdır təbii ki. Mən o zaten arxa ilə burada əyləşmisinizsə mən bilirəm ki, bir kəlmə ilə xahişim belə yetərlidir. Eynən, yəni özümüzdür, özüm belə deyim də, yəni deyirəm və inşallah ki Allahın izni ilə bizdən bu alış-veriş edən müştəriləri çatdırma və quraşdırmasını təmin edəcəyik. Aha, təşəkkür edirəm. Bir də bir maraqlı sual var. Dinləyicilər maşallah elə aparıcılardan da aktivdirlər bu sual məsələsində. Çox maraqlı sualdır. 2749 nömrəli abunəçi yazıb ki, kafel metlaq üçün ölçüyə uyğun xüsusi sifariş qəbul edirsinizmi? Bax, maraqlı gəldi mənə. Yəni sırf kafelin ölçüsünü də, məsəl üçün müştəri deyək ki, bu ölçüdə istəyirəm. Olmayan, standart yox, başqa bir ölçüdə. Olur belə sifarişlər ümumiyyətlə. Mənə bir yenilik kimi gəldi bu. Çox nadir hallarda olur. Yəni biz adətən yerində kəsir də bunu ustalar, belə deyək, o ölçüyə uyğun. Yox, kəsmirlər. Yəni ölçüyə uyğun hardakı müəyyən yerlərdə kəsim aparıla bilər, bəli. Künc hissələrdə son illər ümumiyyətlə bütün yəni fərqi yoxdur. Azərbaycanda yəni bütün ticarət mərkəzlərində mən fikir verirəm, yəni bu santexnikadan söhbət gedir. İri ölçülü bu kafel metlaqlara daha çox tələbat var. Onun adı var idi, unutdum adını. Keramogranit. Bəli, bəli. İri olur belə. Bəli, 120-nin 60-a filan, ən çox bu dəqiqə dəbdə olardı. Mən necə, yəni dediyimiz kimi mən köməklik eləməyə hazıram. Əgər mümkünsə tamaşaçıdan xahiş edərik. Zəhmət olmasa. Elə birbaşa müraciət mənə eləsinlər. yazarlar, mən nəsə köməklik eləyərəm. Yəni ola bilər ki, bizim mağazində, bizim şəbəkədə olmasa da, yəni bir insan kimi də sizin yəni müraciət edirsə köməklik eləməyə Təşəkkür eləyirik. Var olun Samir bəy. Bax bu kermogranitdən söhbət düşmüşkən, bunun satışı var sizdə? Bunun satışı var, ancaq biz keramogranit gətirmirik. Keramograniti dolabların üstündə bir dənə şey qeyd edim. Son zamanlar mən sözün düzü onun çox tərəfdarı deyiləm. Son zamanlar bu hamam mebellərinin o yuyulmaq olan hissəsində, çanaq hissəsi. Çanaq hissəsin keramogranitdən burada yəni müştərilər görünüş Biz onu mərmərdən adətən görmüşük. Əvvəllər mərmər idi. Əslinə baxanda ən məsləhətlisi keramikanın özüdür. Ən məsləhətlisi. Niyə? Bunları da izah edeyim mən. Deməli, keramika fərqi yoxdur. Hansı ölçü olsun, yəni yuyunmaq üçün nəzərdə tutulur. Orada belə üzr istəyirəm də ifadə
uklon deyilən bir şey var. Yəni suyun hərəkət trayektoriyası nəzərə alınır. Ona görə də yəni hara çevirsən çevir, keramika daha məsləhətdir. Fərqi yoxdur, bizdən alsınlar, digər mağazinlərdən, fərqi yoxdur hansı ölkə. Nə qədər olmasa da, yəni keramika birinci yerdədir. Belə deyək, müəyyən illərdə deməli mərmər Azərbaycana idxal edilər. Çindən filan. Yəni məsələn mən düşünürdüm ki, bizim işimiz olduğundan biz bunlara biraz həssas yanaşırıq, diqqətlə izləyirik. Mən düşünürdüm ki, bu çox effektiv olmayacaq. Belə də oldu. Yəni mərmərin tərkibində dəmir maddə var. Müəyyən zaman istifadədən sonra bu ləkə halında yəqin ki, mən danışıqsa dinləyən tamaşaçıların bəziləri bundan şahidlik ediblər. Ləkə yaranır mərmərdə. Yəni praktik deyil. Mərmərdən sonra bu oldu, mən bunu normal qarşılayıram. Yəni işin gedişatında fərqli olmaq üçün, nəsə alışı, bu satışı biraz yəni yuxarı qaldırmaq üçün müəyyən məsəl üçün müəyyən satıcılar da belə deyək də, yəni müəyyən şəbəkələr başladılar keramogranit moydadır, dolab üzərinə keramogranit istehsalına. Yəni o da görünüş kimi müştəriləri belə deyək də, yəni diqqətini cəlb eləyə bilər, amma yenə də keramikaya çatmır. Yəni onlar ərəb mənşəli gedir. Yəni məlumat üçün, müştərilərin məlumat üçün deyim, onlar ərəb mənşəli gedir. Məsələn, adətən hara məsləhət görərdik biz onları? Restoranlara filan. Yəni biz burada çox səmimi danışırıq da, restoranlar elə ən gözəli də odur. Bəli, yəni bu müştərilərə olduğu kimi zaten. Yəni restoranlara ona görə ki, restoran müştəri də cəlb eləməlidir. Yəni orada restoranda gördüyümüz bir şeylər bizim xoşumuza gəlir. Yəni onlar olmayanı, təkrarlanmayanı, fərqli bir şeylər seçirlər. Orada da məsələn o ildə bir dəfə remont elətdirir. Yəni bunlar bəlkə də efirə düzdür deyil, amma yox, əslində elə tam düzgündür. Yəni orada 1 il, 2 il sonra restavrasiya işləri gedir. 2 il olmur o. Müəyyən müddətdən sonra orada belə deyim, üzr istəyirəm də, çift bağlayır. Sonra məsələn bu stik yerlərindən bilinir, silikonlar, kir yığışmağa başlayır. Yəni mən məsləhət görərdim ki, bax eyni müştərilərimizlə mağazinimizdə necə danışıram, bax eyni şeyi sizə danışıram yəni mən. Mən məsləhət görərdim ki, yəni keramikanın özündən istifadə olunsun. Həmişə deyirəm müştərilərə, deyir ki, elə müştərimiz var ki, deyir ki, bəs müəllim biz istəyirik axı, yəni mən bunu evdə xanım mənə deyib, yəni mən bunu istəyirəm də. Deyirəm yəni 2 dənə hamamın, yəni 2 dənə otağınız, hamam otağınız, 3 dənə varsa, birinin özünüz üçün, yəni deyim, çox səmimi danışıram da, birinin özünüz üçün, öz marağınız üçün, yəni özünüz istifadə eləməkdən ötürü birini eləyin, eləsi var. Bir də görsən 5-6 ildən sonra, nə bilim 1 ildən sonra gülə-gülə gəlir ki, qardaş. Sən deyəni elədik da, indi də dönə-dönə üzr istəyirəm. Yəni deyir, azarımızı öldürmüşük də qardaş. İndi gəlmişik, bəs sən deyən indi keramika ver bizə aparaq da. Belə müştərilərimiz də var ya, və yaxud da ki, digər gəlir şikayətlənir ki, mənə bunu məsləhət biliblər, amma yaxşı bir şey deyil. Amma düzdür, atalarımız deyib məsləhətli don gen olar, amma burada baxır kimin məsləhətinə qulaq asırsan. Bu işin içində olan, məsəl üçün, satışını görən peşəkar sizlər ola, məsəl üçün. Bəli, dəyərli dinləyicilər, davam edirik. Söhbətimiz nə yerdə qaldı? Bu məsləhətli don gen olar deyiblər, atalarımız deyib, amma mən onu vurğulayım ki, baxır kimin məsləhəti. Bizdə var da, dostum dedi, filan kəs dedi. Mənə bəzən olur, məsəl üçün elə sahələr var ki, deyirlər ki, sən bilərsən bu nədir filan. Deyirəm, yox, mən bilmədiyim bir işdir, yəni mən deyənmərəm də. Məsəl üçün, televiziyaya aid nəyisə soruş, radioya aid nəyisə maraqlan və yaxud da digər, məsəl üçün, avtomobil sahəsində nəyisə maraqlan, illərlə təcrübəm var, nəsə bir məsləhət verə bilərəm. Amma durum santexnika işindən kiməsə məsləhət verim ki, yox, bunu alma, bunu al, biraz absurd məsələdir, düzgün bir şey deyil. Ona görə ən yaxşı məsləhət elə vermək istəyirsinizsə, məsləhət verin ki, gedin filan kəs var, bu işin peşəkarıdır, bu işin mütəxəssisidir, ona müraciət etsinlər. Və istərdim növbəti sualımı verim. Mənə maraqlıdır. Hal-hazırda o trend deyirlər də, belə dəb halını alıb bu kəlmə. Bu kafel metlaq məhsullarında bu dizayn trendləri hansılardır indiki dönəmdəki? Bilirsiniz ki, mən bilirəm ya onsuz da bu trend elə bir şeydir ki, müvəqqəti bir şeydir.
1 il, 2 il dəbdə olur, sonra keçir. Amma o ənənəvi məsəl üçün klassik üslublar var, filan bes məkan, sadə, minimalist üslublar var ki, o daim qorunur, qalır. Yəni dəyərini itirmir də. 30 il sonra da girirsən ki, o aksesuarlara görürsən ki, hə, göz oxşayır. Amma o bir növ bir dalğa gəlir, qonşuda var, filan kəsdə var, hamı başlayır eləyir. Bir dönəm mən həmişə deyirəm, o qızıl təmir işlərində qızıl naxışlar var idi. O bir dönəm çox qlobal şəkildə yayıldı bütün ölkəyə. Amma indi görürəm ki, get-gedə səngidi. Artıq kimsə onu eləyəndə qəribə baxırlar ki, hələ bunu eləyən var, yəni. Bildiniz də, yəni bu qapı Bildim. filan, besməkan qızıl işləmələrlə. Bu kafel metlaqda necədir? Onun Hal-hazırda zaman keçdikcə o klassik üslub, belə deyək də, o qızıl işləmələrlə filan olan üslublar, onlar zaman-zaman sizin sözünüzə qüvvət trenddən düşür. Yəni indi müştərilər daha çox seçirlər sadə. Yəni o dediyimiz kimi, məsələn Hindistandan filan gələn ən çox keramik rənglər var ki, yəni iri ölçüdə 120-nin 60 olan ölçülərdə filan. Məsələn belə deyək də, düzdür, rənglərdə əvvəlki illərə görə ümumiyyətlə bütün hamam otağının bütün istifadəsinə lazım olan bütün o belə deyim də avadanlıqlara aid edilən bunu ağ-qaradan çıxmışlar. Müştərilər baxılsın, bir balaca elə bir insanlar fərqlənmək istəyir. Yəni mən pis baxmıram. Yəni normaldır da. Məsəl üçün bizim özümüz bu otobagno məhsulların bunu bir deyim. Məsələn əvvəllər belə bir şey yox idi. İnşallah yəni müştərilərimiz gələndə buna şahidlik olacaqlar yəni. Rəngli vurmuşuq ancaq bütün sistemdəki. Yəni insanlar hər çeşid var. Bəli, yəni insanlar özləri etiraf edirlər ki, qardaş da mən belə deyim də məsələn ağdan, bəyazdan bezdim yəni. Ona görə yəni suala cavab olaraq deyə bilərəm ki, qızılı klassik üslub yox, nəsə sadə rəngli bir şeylərdən, yəni qara, boz, bu tonlar da dəbdədir. Ən çox krem, boz tonlar, ən çox belə sadə tonlar belə deyək. Bəli, eynən. Və elə ona da uyğun dolablar seçirlər. Demirəm, yəni ancaq əvvəllər belə deyildi. Məsələn, əvvəllər bir 10 il, 15 il bundan öncə elə bütün müştərilərimiz digər ölkələrdəki kimi hal-hazırda bayaqlarım mən onu qeyd elədim. Məsəl üçün bizim o Türkiyədən, Rusiyadan qonaqlarımız gələndə inanmırlar ki, bu bizim istehsalımızdır. Bəzən məsəl üçün Abşeron Ticarət Mərkəzi kənarda tanındığından mən yəni hal şahidi kimi bunu ifadə edirəm. Bir çox ölkələrdən bizim işləmədiyimiz ölkələrdən nümayəndələr gəlir ticarət mərkəzinə. Bəli, məsələn, peşəkar insanlar da bunlar gələnlər. Məsələn, bizim özümüz bizdən belə də nömrə, adres filan müəyyən şeylər götürüblər yanımızda. Məsələn, mən özüm danışmışam Qazaxıstandan, məsələn mən özüm danışmışam, Polşadan nümayəndələr olubdu, gəliblər, yaxınlaşıblar. Tərcümə ilə danışmışıq biz onlarla. Yəni onlar fikirlərini bizə böyük təşəkkür bildiriblər. Deyiblər ki, yəni biz bura yaxşı gəldik. Biz gəlməsək ağlımıza gəlməzdi ki, Azərbaycanda bu qədər, yəni bu santexnika məhsullarında da, yəni hamam avadanlıqlarında bu qədər irəliləyiş, bu qədər rəngarənglik, xüsusən də bax bayaq siz qeyd elədiyinizdə rəngarənglik onların diqqətini cəlb edir. Digər ölkələr bizdən nümunə götürür artıq. 100%. Yəni bu mən bunu gözəl bir görmüşəm. Tərəfdir, xüsusiyyət. Məsələn biz tez-tez Rusiyada, Türkiyədə olurdu, ən azından bizə yaxın qonşu ölkələrdir. Yəni biz bunlardan keramikanı yəni gətirə onların özündə belə yoxdur. Yəni onların keramikasını Loreldə izah eləsəm, onlar öz keramikalarını gəlir bizim dolabların üzərində görürlər. Elə bil inanmırlar öz keramikalarına. Belə də səmimi etiraf edirəm. Bizdən dəfələrlə bizi izləyirlər. Bütün belə deyim paylaşımlarımızda, bütün o mağazin yəni tez-tez izləyirlər də hamısında öz malları sanki özlərininki deyilmiş kimi, yəni bizdən istəyirlər şəkillərinki, yəni doğrudan da bizim malı o qədər onlar da bizə etiraf edirlər. Deyirlər bizim malı siz bizdən qəşəng təqdim edirsiniz yəni. Təqdimatdan çox şey asılıdır. Yəni biz müştəri, yəni biz çəkinmirik də, müştəri nə istəyirsə, bizim müştərilər hamısı gəlir bu dəqiqə sosial şəbəkələrdən filan nə istəyirlərsə, hamısı müştərilərə yəni xidmət göstərir yəni. Siz də dəyərli dinləyicilər, çəkinməyin 055 934 90 93 nömrəsi ixtiyarınızdadır. Suallarınız varsa yazıb göndərin. Biz isə hələlik növbəti bir qısa fasiləyə ayrılırıq. Az sonra yenidən bir arada olacağıq.
Bəli, dəyərli dinləyicilər, söz verdiyim kimi qısa fasilədən sonra yenidən bir aradayıq. Bir daha qonağımı qeyd edəcəm. Bugün studiyamızın qonağı Ottobagno mağazalar şəbəkəsinin direktoru Samir Məmmədovdur. Bir daha vurğulayım. Ottobagno Rusiyadan və Türkiyədən gətirilən hamam aksesuarları, moydadırlar, kafel, metlaq və santexnika məhsullarının satışı ilə məşğul olan müasir və etibarlı mağazalar şəbəkəsidir. Şirkət həm topdan, həm də pərakəndə satış həyata keçirərək müştərilərə keyfiyyətli və geniş seçim imkanı təqdim edir. Onu da qeyd edim ki, Ottobagno mağazalarından biri bizim baş sponsorumuz olan Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərir və əlaqə nömrəsini elə birbaşa qeyd edin. 055 633 22 53 nömrəsi ixtiyarınızdadır. Birbaşa ilə Samir bəy ilə əlaqə saxlaya bilərsiniz. Bax, qeyd etdik ki, Abşeron Ticarət Mərkəzində sizin belə deyək mağazalardan biri, ən böyük gözdə səhv etmirəmsə ordadır. Mənə maraqlıdır ki, bax, Abşeron Ticarət Mərkəzini biz hər zaman hər yerdə reklamları gedir, tanıtım çarxları gedir ki, bu sahibkarlar üçün, bax, mən də hər dəfə vurğulayıram bunu, çox yaxşı bir şərait, belə deyək, qurubdur. Mənə başqa bir şey maraqlıdır və o qurulan bir yaxşı şəraitin qarşılığında hansı tələbləri var, vacib olan tələb ki, bax, dinləyicilərlə onu biz bölüşək ki, bax, belə bir tapşırıqları var, belə bir göstərişləri var bizə. Deməli, mən bu suala görə sizə təşəkkürüm edirəm. Siz sağ olun. Yəni doğrudan bu belə deyim də bizim danışığımızın, bu işlərimizin görsənməyən tərəfini siz bizə sual verdiniz. Yəni bax, müştəriləri əmin olmaları üçün deyirəm. Biz sahibkarlar o rəhbərliyə yaxınlaşanda səmimi onların bizə təkliflərin, onların bizdən tələblərini sizə deyəcəm. İlk növbədə bizə müştərilərlə nəzakətli, müştərilərlə səmimi, müştərilərə doğru düzgün məlumat çatdırmağımızı tələb edirlər. Bax, başda Bəhruz müəllim olmaqla bütün, yəni hamının, hər kəsin yəni onlara təşəkkürümüzü bildiririk, hər kəsin bir adını çəkə bilmirik. Yəni onlar demək olar hər gün bizim mağazinlərə girirlər, maraqlanırlar hər gün ki, yəni nəsə bir narahatçılıq, yəni bəlkə bir müştərinin nəsə bir tələbi var, yəni parklanma ilə bağlı, nə bilim, ümumiyyətlə istiliklə də müəyyən bu təchizatlarla bağlı bizlə həmişə maraqlanırlar onlar. Yəni bizdən də birinci tələbləri həmişə olubdur ki, elə eləyin ki, müştəri bizdən burada narahatçılıq eləməsin. Yəni müəyyən vaxtlar özləri gəl bizim yadımıza salmağa çalışırlar ki, bəlkə bir kampaniya təşkil eləyəsiniz. Yəni ki, qoy müştərilər maraqlı olsun da burada. Həqiqətən də, yəni bu yaradılmış şəraitdən, məsəl üçün biraz şəhər kənarı olduğundan, yəni o ticarət mərkəzi biri var şəhərin içində, mərkəzində olsun. Ora daha çox, yəni insanlar ayağa düşür, təsadüf, yəni yaxınlaşırlar. Amma biraz kənarda olduğundan, yəni bunu ancaq tanıtıma görə yaxınlaşırlar da. Yəni bizə onların bu belə bir şey bildiriblər ki, yəni müştəri yaxınlaşanda belə deyim də peşman olmasın. Əksinə, yəni gəldiklərinə, nə üçün gəldiklərinə və yaxud da ki, niyə ora üst tutduqlarından həmişə məmnun qalsınlar yəni. Aydındır. Mən ümumiyyətlə buradan elə salamlayıram bütün Abşeron Ticarət Mərkəzinin rəhbərliyini, adlarını çəkdiniz, bəzilərini də çəkmədik. Elə hər birinə mənim üçün şəxsən bir alqışa layiq bir tərəfidir bu xüsusiyyət, bu yanaşma. Çünki bizdə adətən mənə görə biznes sahəsində ən böyük problemlərdən biri budur ki, yalnız qazanmağı düşünürük, yəni maddi olaraq qazanmağı, amma maddiyyatdan başqa bir çox məsələlər var ki, yaxşı olar ki, hər kəs elə nümunə olaraq bu addımı götürsün, bütün belə ticarət mərkəzlərimi deyim və yaxud da digərləri ki, yəni siz sahibkarlar da onların müştərisisiz. Yəni hansısa bir ticarət mərkəzinin siz orada sahibkarsınız, biz sizin müştərinizi gəlirik nəsə almağa, sizin satdığınız, təqdim etdiyiniz məhsullardan və siz də onların, yəni sahibkarın belə deyək, əksinə ticarət mərkəzinin müştərisisiz. Yəni bu belə deyək, qarşılıqlı münasibət, hörmət, bir-birini belə deyək də düşünmək, bu mən deyərdim elə
biznesin ən böyük uğurlarından biridir. Uğur qazanmağının bir yaxşı tərəflərindən, istiqamətlərindən biridir. Çünki müştəri məmnuniyyəti olmayanda nəyə gətirib çıxardacaq? Müştərilər artıq yavaş-yavaş ora üz tutmayacaq. Bəli. Sahibkarlar da artıq oradan kənarlaşmağa başlayacaq və sonuçda o ticarət mərkəzinin özünə bir ziyan dəymiş Uğursuzluq, olacaq. hə. Bəli, ona görə bu yaxşıdır. Qarşılıqlı bir-birini belə deyək düşünmək, problemlərini aradan qaldırmaq üçün addımlar atılır. Və mənə maraqlıdır Samir bəy, gələcəkdə Ottobagna'nın gələcəyi haqqında istəyərdim bir-iki sual da verək, çünki axır dəqiqələrdəyik. Planda varmı şəbəkəni böyütmək, regionlardamı və yaxud da nəsə buna bənzər bir fikir? Əlbəttə ki, yəni biz bu işi görürsə, səmimi deyəcəm hər şey, yəni həmişə biraz nəsə belə deyək də artırmaq planlaşdırırıq həmişə. Ancaq bu mövcud vəziyyətlə əlaqədar biraz bu planlaşdırdığımız işləri gecikmiş formada həyata keçiririk. O da biraz müəyyən risklərdən yəni yayınmaq üçün də məsəl üçün əgər bir mağazin, yəni bu artırırıqsa deməli müəyyən bir sərmayə yatırmaq lazımdır. Yəni mövcud vəziyyətlə əlaqədar olaraq hal-hazırda yəni məsələn bu il gələnlə nəsə bir şeylər planlaşdırırıq. Bu il müştərilərə biraz məsəl hardasa yazda yeni bir mallar, yeni fərqli fərqli modellər, yəni düşünmüşük, fabriklə danışığımız olubdu. İnşallah onsuz da müəyyən izləyən müştərilərimiz bilir ki, biz yəni Azərbaycanda bu keramika sahəsində, bu santexnika malları gətirənlər sırasında rənglilərlə fərqlənirik. Rəng çeşidlərinin çox olmağı ilə. Bəli. Ottobagna az saytı var Instagram sosial şəbəkəsində. Yəni izləməyən müştərilərimiz də yəni dəvət edə bilərik, izləsinlər. Yəni çalışacağıq ki, yeni modellərlə, yeni fərqli modellərlə müştərilərimizin ruhunu oxşayaq. Yəni onların zövqünü oxşayaq. Bəli, biz bunları mağazində həmişə canlı şahid kimi mən danışıram və ona görə rahat danışıram. Biz müştərilərin müəyyən müştərilərin sözləri mənim yadımda qalıb. Yəni biz o qədər fərqli dolablar mağazinimizdə yəni təqdim eləmişik ki, hal-hazırda da müştəri bəzən gəlib görürük ki, kiməsə zəng edib ki, vallah nağıllar aləminə çünki çox fərqli rənglər. Maşallah olsun deyirəm. Uğurlar diləyirəm. Əziz dinləyicilər, daha bir verilişimizin sonuna çatdıq. Bu gün bizimlə qonağımız kim oldu? Ottobagna mağazalar şəbəkəsinin direktoru Samir Məmmədov oldu. Bir daha əlaqə nömrəsini qeyd edim: 055 633 22 53. Yaxınlaşın, Abşeron Ticarət Mərkəzində çox böyük bir mağazalar var. Digər ünvanlar da var, amma məncə elə ən məsləhətlisi buradır. Çünki geniş seçim imkanı var. Dəyərli dinləyicilər, sağollaşıram sizlə. Samir bəy, təşəkkür edirəm, vaxt ayırdınız, gəldiniz. Fikirlərinizi, məhsullarınızı haqqında məlumatları təqdim etdiniz dinləyicilərə. İnşallah görüşmək ümidi ilə deyirəm sizə. Şad oldum. Uğurlarınız bol olsun inşallah sizin də. Təşəkkür edirəm. Sağ olun, salamat qalın dəyərli dinləyicilər.